soyuğa dözümlü heyvanlardır. Onların da dər kimi yaz-yay fəslində 6-8 həftə müddət ərzində tüklərinin tökmə prosesi baş verir. Lamalar Cənubi Amerikanın dağ və çaylarında toplu halda yaşayan, gövşəyən otçul heyvan növüdür. Əslində qoyuna çox bənzəyir, amma dəvənin yaxın qohumu kimi tanınır. Lakin fərqləri də var. Hürgüc yoxdur. Dəvələrdə 1 və yaxud da 2 ədəd hürgüc olur. Dəvələr kimi onlar da cütdırnaqlıdırlar və onlar da dəvələr kimi yunundan istifadə olunurlar. Lamalar 1,7-2 metrə qədər boy hündürlükləri olur. 180-200 kiloqrama qədər çəkiləri qalxa bilirlər və çox insancıl heyvanlardırlar. Ot yeyən heyvanlar qrupuna aiddirlər. Yeməklərini ot, saman, səməni, yonca təşkil eləyir. Çox sosial heyvanlardır, sürü halında yaşayırlar. Təhlükə hiss etdikdə və ya narahat olduqlarında tüpürə bilirlər. Şamaxı Safari Parkında lamalar və alpakalar kimi bənzər növləri də bəslənilir. Bəzən lamalar alpakalarla səhv salınır. Hətta onlara kiçik lamalar da deyilir. Bəli, oxşarlıqları var, lakin üzlərinin formasından tutmuş qulaqlarına qədər fərqlidirlər. Lamalar daha böyükdür, alpakaların isə çəkisi 65 kiloqrama qədərdir. Alpakalar da eyni formada cütdırnaqlılardırlar, alpakalar da eyni formalarda gövşəyəndirlər. Bunların alpakalardan çox bir fərqi yoxdur, fəsli olaraq fərqləri vardır. Üz quruluşlarında yalnız fərqlər vardır. Qəddi-qamətli lama dəvəkimlər fəsiləsinə aid olsa da daha çox buynuzsuz maralı xatırladır. Lamanın yunu ağdan, qonuru qara rəngə qədər müxtəlif rənglərdə olur. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.